Salam, gəlin sizlərlə level test edək. Baxaq görək ki, ingilis dili üzrə biliyimiz hansı səviyyədədir. Bunu necə edəcəyik? Birazdan ekranda bir cümlə görəcəksiniz və o cümləni hansı şəkildə başa düşürsünüzsə, deməli leveliniz də ona uyğundur. Cümləm hal-hazırda ekranda gördüyünüz kimi The ball is in your court bu şəkildədir. Əgər siz bu cümləyə baxanda heç bir şey başa düşməsəniz və yaxud da ball sözünü sadəcə top olaraq başa düşmüsünüzsə, deməli siz A1 səviyyəsindəsiniz. Yox, əgər cümləyə baxanda The ball is in your court, top sənin meydançandadır. Bu şəkildə hərfi mənada başa düşmüsünüzsə, deməli siz A2, B1-in əvvəlindəsiniz. Bu cümlə əslində bir idiomdur. Əgər bu cümlənin sən idiom olaraq mənasını bilirsənsə, mənası isə sənin qərarındır. Nəsə etmək üçün, nəsə demək üçün söz sırası səndədir, sənin sırandır. Bu şəkildədir mənası. Əgər sən bu cümlənin mənasını bu şəkildə bilirsənsə, deməli sənin səviyyən B1, B2 səviyyəsindədir.